Bakı Film təqdim edir. ...1960-cı ilin bu günü hərbiçi ailəsində bir oğlan uşağı dünyaya gəldi. Onun ailə üzvləri düşünməzdi ki, gün gələcək və onu A-dan Z-yə hər kəs tanıyacaq və hər kəs sevəcək. Amma belə də oldu. Onu A-dan Z-yə hər kəs tanıdı və hər kəs sevdi. Jurnalist, Qarabağ şəhidi, Azərbaycan Respublikasının milli qəhrəmanı Çingiz Fuadoğlu Mustafayev. Ömür vəfa etsəydi, o bugün ad gününü qeyd edəcəkdi. Amma çox təəssüf edirik. Çox təəssüf edirik ki, ömür vəfa etmədi. Ona çox verilişlər həsr olunub və bugün biz A-dan Z-yə komandası olaraq A-dan Z-yə verilişini ona həsr etdik. Bu çox böyük bir şərəfdir həm mənim üçün, həm də A-dan Z-yə komandası üçün. Onu qeyd edeyim ki, onun qədər zamanın qədrini bilən və onun qədər saatı düzgün quran bir insan yox idi. O indi burada olsaydı, bu verilişə belə başlayacaqdı. Biz Bakıdayıq. Və Bakı vaxtı ilə 23:20-dir. İndi isə çıxış edir Azərbaycan Respublikasının əməkdar artisti Natiq Şirinovun rəhbərliyi ilə Natiq Ritim qrupu.
həm burada əyləşən tamaşaçıları, həm də ekran qarşısında bizi izləyən tamaşaçıları salamlayıram. Natiq müəllim, xoş gördük. Sizi də və sizin rəhbərlik etdiyiniz Natiq Ritm qrupunu. Sizi də salamlayıram və alqışlayıram. Bu günləri biz Çingiz Mustafayevdən keçmiş kimi danışmayacaq. Çünki keçmiş deyil. Çünki hər zaman bir şüar var bizim beynimizdə. Şəhidlər ölmür, şəhidlər yaşayırlar və bu günləri əgər bir insan dünyada olmaya çoxlarına, gənclərə, jurnalistlərə, ümumiyyətlə bütün vətənini sevən hər bir övlada örnəkdirsə, biz ondan öyrənmişik Çingiz tək ölümdən qorxmamağı, Çingiz tək ölümə sinə gəlməyi, Çingiz tək vətəni sevməyi və Çingiz tək vətəni qorumağı. Çox danışmaq istəmirəm. İstəyirəm Çingiz Mustafayevin dostu, sirdaşı, çox hörmət etdiyimiz Azər Qarayevi bura dəvət edək. Xoş gəlmisiniz. Onu söyləyim ki, əziz tamaşaçılar, bu günləri, bu verilişi aparmaq çox çətin, çox məsuliyyətli və çox şərəflidir. Azər müəllim, bu haqda siz daha çox danışa bilərsiniz. Yəni, söhbət Çingiz Mustafayevin həyatından, gördüyü işlərdən gedir. Mən bilirəm, siz çoxdan tanışsınız. 81-ci ildən Çingizlə dostluq eləmişik. Yəni, vaxtı biz şou verilişlər eləyirdik, şou proqramlar eləyirdik. Yəni, gənclərin istirahət, əylənməsi üçün, istirahəti üçün biz proqramlar təşkil edirdik. Çox qəribə bir nüans var. Demək, mən neçə günlərdir, Natiq müəllim, Çingiz Mustafayevin həyatı ilə bağlı olan hər bir şeyə baxıram, oxuyuram. Adətən, müharibə elə bir andır ki, o anda insan fərqli olur. Yəni, heç vaxtı vətən deməyən, heç vaxtı vətən üçün ölərəm deməyən insan müharibə anı gəlir elə ən qabaqda dayanır. Və həmin zaman, yəni bu müharibədən öncə Çingiz Mustafayev, bayaqları Azər müəllim də söylədi, gənclərin əylənməsi üçün tədbirlər təşkil edərdi. Orada hətta Azərbaycanda ilk rep janrında mahnını Çingiz Mustafayev oxuyub. Yəni, əyləncəni daha çox sevən, yaradıcılığı, şounu daha çox sevən bir insan, yəni, baxanda ilk görünüş baxışda fikirləşməzsən ki, bu insan müharibə olacaq və gedəcək müharibədə son damla qanına qədər döyüşəcək. Döyüşmək vacib deyil ki, silah əlinə alıb döyüşəsən. Bu da bir döyüş idi. O qədər döyüşçünü, o qədər əskərə psixoloji təsir edək, gəlin burada qalaq demək döyüş idi əslində qalsa. Çox qəribədir. Heç kim düşünməzdi, mən elə düşünürəm. Yəni, mən Çingiz Mustafayevin həyatına baxdım, keçdiyi bir ömür yola baxdım və düşünməzdim bu insan müharibə vaxtı bu qədər vətənpərvərlik və bu qədər döyüşkən olsun. Ümumiyyətcə, şəhidlər haqqında danışmaq, bayaq siz söylədiniz, çox çətin bir mövzudur. Allah Çingiz Mustafayevə qəni-qəni rəhmət eləsin. Şəhid atası olmaq, anası olmaq, şəhid olmaq böyük bir xoşbəxtçilikdir mənim anlamda. Və bayaq çox gözəl vurğuladınız ki, yəni insan müharibə deyəndə söhbət tək silahdan getmir ki, gedib. Bugün sözün əsl mənasında demək olarsa, Azərbaycanda öz işini düzgün aparan insan hər bir kəs elə müharibə eləyir. Yaxşı mənada. Və o müharibəni də eləyənlərdən biri elə məhz Natiq Ritm qrupudur. Burada oturan bu uşaqlardır, nə boyda heyəti var. Və sözümü yönəldərdimsə siz. Azər qardaşımdır, Azər müəllimdir. Və burada oturan insanlardır, dinləyirsə, onlar da orada payları var, hər bir kəsin. Kim ki onu yaşayırsa orada pay var, həqiqətən. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah ruhlarını şad eləsin. Quranda da bir gözəl ayə var. Deyirsiniz, bilməzsiniz, şəhidlər ölməzlər. Onlar diridilər, siz onu bilməzsiniz. Həqiqətən Allah hər bir kəsə şəhid olmağı nəsib eləsin. Mən də onun içində olmalı. Amin, amin. Azər müəllim, indi sizə
bir sual ünvanlayacağam, amma istəyirəm qonağımızı dəvət edim sonra alqışlarınızla çox yaxın dostum. Mən şəxsən bunu yaxın bir zamanda bilmişəm. Alqışlayaq, gürültü alqışlanan İlqar Xəyalı bura dəvət edirik. Salamlayıram hamınızı. Çox sağ olun dəvətinizə görə minnətdarlığımı bildirirəm. Bu proyektə ilk dəfədir ki, çıxış eləyirəm. Madam ki, mənə yaşıl mikrofon verildi, mən yaşlı rəngi uyğun olaraq Çingiz haqqında biraz optimistik necələr notdan danışım. Çingiz, necə deyirlər, Allah rəhmət eləsin milli qəhrəmanımıza. Mən onun haqqında heç vaxt ümumiyyətlə pessimistik düşüncələr düşünmürəm. O hələ ki bizim aramızdadır, ruhən yaşayır, cismən bizi tərk edib gedib. Və Çingizin yaratdıqları hələ ki yaşayır, yaşayacaq. Çünki Çingiz Azərbaycanda bəzi, belə deyək ki, hərəkətlərin, bəzi axarların ilki olub. Mən, misal üçün, Çingizi musiqi nöqteyi nəzərdən, musiqiçi nöqteyi nəzərdən biraz istərdim ki, sizə təqdim eləyim. Biz Çingizlə 1983-cü ildə tanış olmuşuq. Mən o zaman 190 nömrəli məktəbin deməli 10-cu sinifini bitirirdim və bizim məktəbimizə son zəngi qeyd eləmək üçün Çingizin qrupunu dəvət etmişdilər. Siz bilirsiniz ki, Çingiz Azərbaycanda ilk dəfə deməli rep rəqslərinin, elektro deməli rəqslərin və Azərbaycanda ilk dəfə robot rəqsinin quruluşçusudur. Yəni bu rəqsin quruluşçusudur. Yəni Avropada çox dəbdə olan bir rəqs idi. Və biz bu rəqsi onun ifasında görəndə çox şok vəziyyətində yəni bu məqamları qarşıladıq biz gənclər üçün və hamımız bənzəmək istədik. Yəni güzgü qarşısında məşq edirdik, onun hərəkətlərini təkrar etməyə çalışırdıq. Çingizin çox belə deyək kreativ o zaman üçün çox kreativ bir xarici görünüşü var idi. Uzun saçları var idi, ortadan belə ayrılmış belə tağı var idi. Və gənc tamaşaçı, yəni ki, gənc belə deyək, estrada musiqisi sevən tamaşaçılar Çingizin fanatları idi. Çingiz həm də deməli Azərbaycanda ilk DJ olub. Mən belə rəsmi şəkildə deyirəm də. Yəni ilk DJ olub, eləmi? Yəni ondan öncə mən DJ tanımıram. Olmayıb ümumiyyətlə. Yəni ki, bəli, mən Çingizdən əvvəl Azərbaycanda DJ anlayımı, yəni DJ məfhumu tanımıram. Mən birinci dəfə DJ sözünü Çingizin adının yanında eşitmişəm ki, deməli DJ Çingiz Mustafayev. Çox qəribədir ki, Çingiz Tibb Universitetini bitirmişdi. Tibb Universitetini bitirməyinə baxmayaraq Çingizin jurnalistikaya çox böyük həvəsi var idi. Deməli, Çingizin musiqiyə çox böyük həvəsi var idi və çox kreativ, müasir rep musiqisinə həvəsi var idi. Və mən deyərdim ki, Azərbaycanda rep musiqisinin, elektro musiqinin, breakdansın və robot rəqslərinin ilk ifaçısı məhz Çingiz olub. Sözsüz ki, o deməli, hərbi jurnalistika sahəsində çalışıb, yəni ömrünün son günlərini məhz bu sahəyə xidmət etdi sonuna qədər və bəllidir ki... Çox qəribədir, üzr istəyirəm. Buyurun. İlqar Xəyal. Bu yaxınlarda bizim rejissorumuzla danışanda o mənə bir cümlə söylədi. Bilmirəm o cümlə rejissorumuzun öz cümləsidir ya kimdənsə eşidib, amma çox gözəl cümlə idi, mənə çox təsir etdi. Deyir, Çingiz Mustafayev cəbhədə jurnalist oldu, bu telejurnalist oldu və cəbhədə də həlak oldu. Yəni bu insan jurnalistliyi cəbhədə öyrəndi, amma peşəkarcasına icra etdi jurnalistikanı. Və jurnalist adı ondan sonra zirvələrə qalxdı. Bugün mən fəxr eləyirəm ki, Çingiz Mustafayev də jurnalist idi və biz də ən azı onun adı üçün, onun hardasa getdiyi yolu biraz da getmək üçün çalışırıq. Buna görə də fəxr edirəm və siz, İlqar müəllim, bir mahnı əsr etmişsiniz. Ümumiyyətlə, biz, bəli, çox qəribə bir təsadüfdür. Biz Kərvan qrupunun repertuarında müxtəlif janrlı musiqilər var. Müxtəlif, belə deyək də, ritmika, ritm sözündən istifadə edeyim. Ritmin ən böyük uzmanı burada əyləşib. Müxtəlif ritmli musiqilər ifa etmişik. Bu, biraz lirik məqamda olan musiqi idi. Elə sözün açığı Kərvanın tüğyan elədiyi, belə deyək də, Azərbaycan səhnəsində hegemonluq etdiyi bir zaman idi. Gənclər arasında çox populyar idik və bu müddətdə də biz Çingizin ölüm xəbərini eşitdik və konsertlərin
birində biz bu mahnını onun xatirəsinə həsr etdik. Bu gün bu mahnının adı Dostumdur. Böyük məmnuniyyətlə, əgər məsləhətdirsə, bəli, məsləhət birazdan o mahnını eşidəcək. Azər müəllim, çox qəribədir. Azərbaycanın doğrudan da igid oğulları, Azərbaycan torpağı üçün, vətəni üçün canından keçən şəhidlərimiz var, milli qəhrəmanlarımız var. Amma çox qəribədir. Mən hətta məktəbdə oxuyarkən mənə sual veriləndə, hətta burada əyləşən hər bir tamaşaçıya da o sual verəsə, Azərbaycanın hansı milli qəhrəmanlarını tanıyırsan ya tanıyırsınız, inanın ilk Çingiz Mustafayevin adı çəkilir. Çox qəribədir. Yəni Çingiz Mustafayev döyüşçü olmayıb. Hardasa, həqiqi məndə, real baxanda. Düzdür, o döyüşçü olmayıb, o əsl vətənpərvər adam olub. Hətta mən onu tanıyandan 81-ci ildən bu vətənə sevgisi həmişə olub onda. Hətta o vaxtın diskotekalarında deyərdim ki, Çingiz ilk DJ idi ki, Azərbaycan musiqisini, Azərbaycan mədəniyyətini cavanlara belə də yeridirdi. O vaxtı bilirsiniz ki, ancaq xarici mahnılarına üstünlük verirdilər, amma Çingiz sırf Azərbaycan musiqisini, milli rəqslərimizi, milli estradamızı o vaxt Azərbaycan dili təbliğ eləyirdi. Yəni bundan da bizim Ozan o vaxtda Ozan qrupu ilə əməkdaşlığımız başladı. Yəni Rasim müəllim yazdığı musiqiləri, mahnıları biz diskotekalarda... Elə adını çəkdiniz Rasim müəllimin. İstəyirəm elə alqışlarınızla Rasim Müzəffərlini bura dəvət edirik. Şair, bəstəkar. Və elə bu musiqinin bəstəkarı. Xoş gəldiniz, xoş gördük sizi. Sualımı verim Azər müəllim, sonra sizinlə danışacaq. Demək olar ki, hər kəs, yəni Çingiz Mustafayevi tanıyan hər kəs onun nə qədər çılğın biri olduğunu bilir. Çılğın insan idi, özdə kompleksiz insan idi. Olubmu ki, aranızda bir küsüllülük olub, dalaşmısınız, sözləşmisiniz? İş prosesində o həmişə olur. Yəni o da ki, uzun çəkmir. Nə qədər yəni? Nə bilim, 15 dəqiqə, 20 dəqiqə. Bu sualı niyə verdim? İndi birazdan Rasim müəllimə deyəcəm. İlqar Xəyal həmin zamanda... Çingizin pencəyinin deməli sol tərəfdə olur da, yan pencəyin cibində həmişə bir dənə Marlboro siqareti olurdu. Ortalıqda nəsə bir problem olanda o Marlboro-nu çıxardıb verirdi ki, al yandır. Yəni onu onsuz da 4-ümüz, 5-imiz çəkəcəkdik və onunla da aralıqda olan problemi ortadan götürəcəkdik. Yəni onun sonu həmişə sülhlə qutarırdı. Rasim müəllim, xoş gəlmisiniz. Xoş oldu sizi görmək. Salamlayırıq sizi və bugün 29 avqust sizin ən yaxın dostunuz olan Çingiz Mustafayevin doğum günüdür. Çingiz haqqında çox danışmaq olar. Yəqin tamaşaçılarımız da, burada əyləşənlər də onun haqqında çox eşidiblər, çox oxuyublar və bu da çox yaxşıdır ki, biz onu unutmuruq, davam eləyirik, onu xatırlayırıq. Çingizin yolunu davam elətdirənlər var, ilk növbədə ANS var. Çingiz haqqında bir tərəfdən danışmaq asandır, çünki əlal xüsusdakı onun dostları üçün, çünki o qədər xatirələr var ki, o qədər zəngindir ki, onunla yaşadığımız illər. Digər tərəfdən də çətindir, çünki çoxdur, həm xatirə çoxdur, həm Çingiz özü çox tərəfli, hər tərəfli inkişaf eləmiş, çox tərəfli inkişaf eləmiş bir insan olub. İndi az əvvəl İlqar Xəyal deyir onun məsələn həkimliyi haqqında. Çingiz 25 yaşında artıq baş həkimi idi və həmən dövrdə də eyni zamanda həm diska mərkəzə rəhbərlik eləyirdi, həm cəngi birliyində biz bərabər çalışırdıq, həm də müxtəlif eksperimentlər eləyirdik. Az əvvəl İlqar müəllim dedi, məsələn, Azərbaycan dilində ilk rep mahnı, dünənki keçdi mahnısını bəlkə indi çoxları eşidib, dünənki keçdi, bu məhz Azərbaycan dilində rep tərzində ilk mahnıdır. Ümumiyyətcə, Çingiz birinci DJ olmayıb Azərbaycanda. Çingizdən əvvəl də DJ-lər olub.
Amma onlar DJ-dən çox diskoteka aparıcıları olublar, belə deyək. Və üstəlik də ki, onlar o vaxtları böyük əksəriyyət ancaq rusca danışırdı. Və həmin o diskoteka tədbirləri rus dilində aparılırdı. Üzr istəyirəm Rasim mənim icazənizlə səslənsin. Mən oyanıb bugün yuxudan, tez tələsik xəbər aldım əziz anamdan. Dedim mama saat neçə, dedi ki 11. Dedim işə gecikdim ki tez mənə çay ver. Anam çay verdi mənə ancaq lumusuz. Dedim mama bəs limon yoxdur lumumuz. Bəs axı dünən axşam lumulu içdir. Anam dedi ayol dünənki keçdi. Dünənki keçdi, keçdi. Dünənki keçdi, keçdi. Dünənki keçdi. Mən çox şadam ki, siz Çingizi bu günləri belə də ağlaşma qrubu anmırsınız. Mən çox şadam ki, bu günləri biz Çingizi xatırlayarkən, bəli, daha nikbin tonlarda xatırlayırıq və belə də olmalıdır. Çünki hamımız bilirik ki, şəhidlər ölmür. Və Çingiz öz ölümünü çəkən Azərbaycanda və bəlkə dünyada yeganə stringerdir ki, sonacan öz işini görüb və öz ölümünü də çəkib. Burada məqamı gəlmişkən bir şey də deyim. Hamımız Çingizi ilk növbədə jurnalist kimi tanıyırıq, reportyor kimi tanıyırıq. Amma deyim sizə ki, Çingiz peşəkar əgər reportyor olsaydı, o bəlkə də şəhid olmazdı. Çünki peşəkar reportyor neyniyir? Peşəkar reportyor gəlir, hər hansı bir bəli, döyüş gedir, döyüşü çəkir, aparır, materialını verir efirə və yaxud satır və yaxud neyləyir. Çingiz isə təhcə çəkmirdi. Kamerası ilə, elə bil əlində avtomat var, kamerası ilə qabağa gedir. Çingiz o kadrlarda görmüşük ki, kamera qalıb kənarda, çəkiliş qalıb kənarda, Çingiz başlayıb bizim könüllülərlə və yaxud döyüşçülərlə, onlarla təbliğat aparmağa, onları geri çağırırdı və s. və s. Bu onu göstərir ki, Çingiz jurnalistdən çox vətənpərvər idi. Və Çingizin ölümünə səbəb onun jurnalist olmağı deyildi. Ki, ay bu jurnalisti gedib hərbi çəkilişlər aparır, ona görə öldü. Yox, əgər o normal jurnalist kimi, hərbi jurnalist kimi gedib çəkilişini çəkib qayıtsaydı və çəkdikləri materialları çatdırmaqla ancaq məşğul olsaydı, o halda təbii ki, həmin hadisə baş verməzdi. Amma Çingiz jurnalistlikdən daha çox vətənpərvər idi və o bunu nəhayət ölümü ilə də sübut elədi. Mən bayaq siz gələndən sonra Azər müəllimə sual verdim. Bir küsülülük olubmu, olmayıbmı? Mənim aldığım məlumata görə sizin də aranızda belə özdə uzun müddətli bir küsülülük olub. 11 ay. Yox, uzun müddətli küsülülük deməzdim mən ona. Arada olur insanların yolları bir də görürsünüz biraz aralarında bir-birlərindən bir o qədər də tez-tez görüşmürlər və s. İncikliyimizə gələndə bilirsiniz, insan umduğu yerdən küsər. Əgər biz o qədər yaxın olmasaydıq, onda yəqin ki, bəhanəmiz olmazdı inciməyə bir-birimizdən. İncik vaxtımızdan sonra, yəni ilk addımı mən atdım və Çingiz Xocalını yenicə çəkib Bakıya qayıtmışdı. Durdum, getdim evlərinə və... Necə qarşıladı sizi? Və elə bil ki, heç bir şey olmamışdı. Çingizi
çox əsəbləşdirən şeylərdən biri tənbəllik idi. Əgər məsələn gənc uşaqlar idi də, həmin o diska mərkəzdə olan uşaqlar, əgər kimsə nəyisə bacarmırsa, o halda Çingiz heç vaxt əsəbləşməzdi. Amma yox, tənbəllik eləyib, onu öyrənmirsə, tənbəllik eləyib öz məsələn kasetlərini, səliqə-səhmanını saxlamırsa və s. Onda çox əsəbləşirdi. Çünki o özü canını qoyurdu işə. Özü canını qoyurdu və öz işçiləri üçün də canını verməyə hazır idi. Amma görəndə ki, bu belə bu cür canfəşanlıq eləyir, amma digər tərəfdən bir laqeydlik var. Təbii ki, ona əsəbləşməmək mümkün deyil. Bəs ən çox etdiyi zarafat hansıydı? Yəni siz də Azəm müəllim yanındaydınız, İlqar Xəyal da hansınızın yaddaşına tez xatırlasaz? İlqar Azik, bilmirəm, özləri bilərlər. Mən o zarafatları deyə bilmərəm. Niyə? Niyə ki? Çoxmu? Çünki efirli zarafatlar deyildim. Valla mən də bir neçə zarafat eşitmişəm. Madəm ki Rasim müəllim o necə deyirlər, birinci bu məsuliyyəti özlərinə götürdü ki, mən onu deyə bilmərəm. Valla mən də deyə bilmərəm. Yox, elə şey mi olar? Bu əsl kişi zarafatları idi. Yəni gənclik zarafatları idi öz aramızda olan. Hansısa bir efirdə demək olacaq bir zarafatı bəlkə danışar. Deməli, Allah rəhmət eləsin, Naxış xala da tez-tez deyirdi bunu ki, mən Çingiz, Pərviz ki, sizə 3 bacı tapacağam, sizi 3 bacı ilə evləndirəcəm ki, uzaq düşməyəsə bir-birinizdən. Yox, ki, bəlkə bacanaq olandan sonra bir-birinizdən əl çəkəsiniz. Və günlərin bir günü Çingiz gəldi, dedi ki, neysə, 3 bacı tapmışam. 3 bacı. Professor qızlarıdır. Aha. Birinin adı belədir, birinin adı belədir, birinin adı belədir. Birinin yaşı belədir. Başladıq artıq bölüşməyə. Durun gedək neçə? Yox, kim hansını alacaq da, nətər olacaq. Ay Çingiz, şəkillərini tap, gedək, baxaq, neyniyək və s. Əməlli başlı, bizim də hamımızın evlənən vaxtımız idi və neysə tələsmirdik evlənməyə. Ona görə evdə də təkid edirdilər, hamı sevindi ki, bəs belə filan. Sonra məlum oldu ki, Çingiz zarafat eləyib. Elə bacılar yox imiş. İlqar Xəyal. Bəlkə bəli. Alqışlayaq. Böyük məmnuniyyətlə. Deməli, mahnının tarixçəsi haqqında sizə məlumat verim. Siz bilirsiniz ki, Çingiz Mustafayevin özünün studiyası var idi və o Rasim müəllimlə birlikdə, yəni Ozan qrupunda çalışırdı. Bəli, və onun özünün sonradan ayrıca bir qrupu da olmuşdu, eləmi? Rasim müəllim səhv etmirəmsə. Çingizin breakdans qrupu var idi. Bəli, rəqs qrupu vardı, diskoteka qrupu var idi. Amma Ozandan başqa əgər bir qrupla o əməkdaşlıq eləsəydi... Yox, mən elə o rəqs qrupunu nəzərdə tuturam. Onda aramızda zarafat olmazdı. Ozandan başqa Azərbaycanda Karvan qrupu var idi hər şeydən əvvəl. Sonra rəqib idilər. Yox, rəqib deyildik, biz dostluq. Bizim aramızda dostluq münasibətləri var idi. Bax, elə Çingiz Mustafayev Ozan qrupunun bir nümayəndəsi kimi tez-tez bizim konsertlərimizin bazasına gələrdi. Üstəlik Ozan qrupunun da üzvlərindən biri Gülağa Cəbrayılov. Bəli, tamamilə doğrudur. Hansı ki, hal-hazırda Almaniyada yaşayır. Hal-hazırda, bəli. Salamlar. Və o da sonra həm də Karvan qrupunun üzvü olmuşdu. Bəli, biz sonra Gülağa Cəbrayılovla birlikdə Çin-Çinə çalışdıq, yəni zərb alətlərinin ifaçısı və bu mahnı da konsertlərin birində səslənəndə elə bir ərifəyə düşdü ki, Çingiz dünyasını dəyişmişdi. Hamımız çox şok vəziyyətindəyik və istərdim ki, konsertdən elə səhnədən biz elan etdik ki, bu mahnını bizim deməli qəhrəman jurnalistimiz Çingiz Mustafayevin xatirəsinə əsr edirik. Buyurun, dinləyin.
düşdüm yollara, o qərib ellərə, həsrətəm səninlə ötən keçən günlərə. Bu həyat yolunda mən qərib olanda, hər zaman görərəm yenə səni yanımda. Hardasan dostum mənim, söyle söyle, 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 Təşəkkürümü bildirirəm və çox sağ olun, gəldiniz A-dan Z-yə verilişinə, gördük sizi və o xatirələrdən danışdınız, bu gözəl ifanı səsləndirdiniz, biz də eşitdik. Alqışlayaq İlqar Xəyalı, təşəkkürümüzü bildiririk. dostum mənim, söyle söyle, Bir neçə dəfə Natiq müəllimlə Namiq Qaraçuxurlunun bir layihəsinin şahidi olmuşuq. Vətənpərvər bir layihənin şahidi olmuşuq və mən istəyirəm ki, o layihə A-dan Z-yə də olsun. Əsl məqamıdır, əsl yeridir və ona görə gürültülü alqışlarla Namiq Qaraçuxurlunu bura dəvət edirəm. Xoş gördük sizi. Salam aleyküm, xoş gördük. Bütün tamaşaçıları salamlayıram, studiyalan dostları salamlayıram və təşəkkürümü bildirirəm ki, belə bir mövzuda mənə də qonaq dəvət eləmişsiniz, var olasınız. Ürək sözlərimiz çoxdur, inşallah veriliş boyu söyləyərik. Bugün Azərbaycanın milli qəhrəmanı Çingiz Mustafayevin doğum günüdür. O həm də yaradıcı, musiqini sevən bir insan olub da və ona çoxlu mahnılar həsr olunub. Hər bir mahnı vətənpərvərlik, vətənə qarşı, torpağa qarşı həsr olunubsa, o həm də Çingiz Mustafayevə həsr olunub. Çünki bu vətənin oğludur, bu vətənə görə qanından keçib və birazdan, indi bilməm, indi mi edək o layihəni? Mikrofon istəyirlər, bu mikrofonu götürün, xahiş edirəm, biz yenə söhbətimizi davam etdirəcəyik. İndi mi gələcək? Biz birazdan yenə də söhbətimizə davam edəcəyik, amma bir insan, bir reper Çingiz Mustafayevə həsr etdiyi bir repi söylədi. Biz istəyərdik ki, o reper burada olsun bu günlərə. Amma çox təəssüf ki, o dünyasını dəyişib. Amma, yəni söhbət Hüseyn Dəryadan gedir. Amma istəyirəm, indi o rep səslənsin. Bunu isə biz etmişik. Bilmirəm nə qədər yaxşı olacaq. Ondan sonra Rasim müəllimlə, dostlarından, Namiq müəllimlə, Natiq müəllimlə sizdən soruşacaq görəsən necə alınıb? Çünki hər zaman o gənclərə,
dəstək olurdu. Hər zaman gənclərin əylənməsi üçün, onların irəli getməsi üçün, həm yaradıcılıqda, həm digər sahələrdə getməsi üçün əlindən gələni edirdi. Biz də bu günləri Adanzaya komandası olaraq bunu etdik. Necə alınacaq, indi onu səslənəndən sonra deyərsiniz. Amma xahiş edirəm diqqətlə qulaq asaq. Səslənsin. Bu mahnımı Azərbaycanın milli qəhrəmanı, bizim gələcəyimiz uğrunda canından keçən mərhum jurnalistimiz Çingiz Mustafayeva həsr edirəm. Çingiz, sən hər zaman bizimləsən. Parlaq günəş, nurlu sabah, aydın səma, aylı gecə, qəflət yuxusundan oyanmışdı ana vətənim təzəcə. Oyanmışdı bu vətən, amma hardan biləydi ki bu oyanışıyla itirəcək öz qəhrəman evladını. Nə biləydi başımızın üstünə qara buludlar bir zaman olacaq. Nə biləydi üç rəngli bayrağımız alqana boyanacaq. Həyat adlı səhnədən tarix bir gün götürəcək səni. Nə biləydi yatmış bu millət gün gələcək itirəcək səni. Bir yandan göz yaşları, bir yandan güllələr, bir yandan fəryadlar, bir yandan ağ nalələr. Gözlərini əbədi yumdu, hətta günahsız körbələr. Elə bu cürdə qanla özümüzə açıldı nurlu səhər. Amma ki sən qorxmadan Çingiz ölümə qalib oldun. Ölüm səni bizdən alsa da sən tarixdə qaldın. Sənin getdiyin Çingiz əbədi həyatdır, ölüm deyil. Sənin simanda oxuyur hər insan, hər bir gənc nəsil. Ey ana vətənim, ölsənə olaram sənin, anam mənim, hər zaman verərəm sən üçün canımı, qurbanım sənin, ana vətənim, ölsənə olaram sənin, anam mənim, hər zaman verərəm sən üçün canımı, qurbanım sənin. Sən bizə öyrətdin ölümə dik baxmağı, sinə gəlməyi. Səndən öyrəndik vətən üçün yaşamağı, vətəni sevməyi. Sən bizə dərs oldun, ürəyi yaralı, həm bağrı qanlı. Səndən öyrənib bugün oxuyur hər bir Azərbaycanlı. Mən düşündüm ki, bu rep Adanzaya verilişində bugün səslənməlidir və düşündüm necə. Biz onun oğlunun rep söyləməsini eşitmişdik. Hətta elə bizim verilişdə söyləmişdi. Ona görə Hüseyn Dəryanın oğlunu bura dəvət etdik. Qoy o söyləsin. Cahangir, xoş gəlmisən. Sevindim səni burada gördüm və səs rejissorumuzdan xahiş edirəm ki, Cahangir ifası olan hissəni bir daha təkrar səsləndirə bilərikmi? Sən bizə öyrətdin ölümə dik baxmağı, sinə gəlməyi. Səndən öyrəndik vətən üçün yaşamağı, vətəni sevməyi. Sən bizə dərs oldun, ürəyi yaralı, həm bağrı qanlı. Səndən öyrənib bugün oxuyur hər bir Azərbaycanlı. Bu günləri yaşından asılı olmayaraq hər bir Azərbaycanlı bu sözləri deyir. Sağ olsun, Allah qəni-qəni rəhmət eləsin Hüseyn Dəryaya da. Onun sözləri doğrudan da hamının dilindədir. Çünki Çingiz Mustafayev öyrətdi çoxuna vətəni sevməyi, vətən uğrunda ölməyi, özünü, ailəsini, peşəsini, işini, hər bir şeyini, ümumiyyətlə, varlığını vətəndən üstün tutmamağı, vətəni hər şeydən üstün tutmağı Çingiz Mustafayev öyrətdi. Əziz qonaqlarımız, Azər müəllim, necə idi? Birincisindən başlayaq. Necə idi ifa? Çox gözəl ifa idi. Çingiz ümumiyyətcə istedadlı olan hər kəsi sevirdi. Əlal xüsusdakı uşaqları. Ona görə də ruhu şad olsun.
Hüseyn Dəryanın da ruhu şad olsun ki, bugün belə bir igid oğlan onların ruhlarını şad edir. Namik Qaraçuğurlu, sizin də fikriniz maraqlıdır. Əslində dinlədim və fikirləşdim ki, az oldu Cahangirin çıxışı və bu az oldu düşündümsə demək gözəl olub ki, ardını istəyirsən, ardını gözləyirsən. İnşallah Cahangir yolunu davam elətdirər, uğurları bol olar. Biz sənətçilər də bacardığımız qədər ona dəstək olaraq. Düşünürəm lazımdır, ən azından Hüseyn Dəryanın ruhu şad olar və artıq bu yaşda uşaq səhnəyə çıxırsa və o qədər də həyəcanlanmırsa, demək, onda nəsə var, istedad var, uğurlar arzulayıram. Təşəkkürlər. Özdə hansı replə, kimə xatirəsinə həsr olunmuş replə çıxır səhnəyə, doğrudan da çox məsuliyyətli bir işdir. İnşallah, Natiq müəllim, sizin də fikirlərinizi eşitdik. Onsuz da rep səslənəndə Natiq müəllim mənə belə astaca söylədi ki, çox gözəl yazıb, çox gözəl sözləri var. Allah rəhmət eləsin Hüseyn Dəryaz. Doğrudan mən bir həyatda hərdən olur bir hisslər keçirsən ki, peşmançılıq hissi. Hüseyn Dərya rəhmətli çox illər mənə istədiyi nəsə eləsin. Qismət olmadı, həqiqətən vaxtım olmurdu eləmədi. İnşallah olur. Amma mən burada onun balasına söz verirəm və çox şad oldum. Cahangir bala ilə inşallah gözəl bir iş quracaq. Allah göstərsin. Allah saxlasın. Sənin ən böyük dəstəyin. Onun atasının da ruhu şad olsun. Hüseyn Dərya qismət olmadısa, balasına inşallah qismət olar. Allah rəhmət eləsin. Mənim ən sevdiyim reper idi. Həqiqətən, Allah rəhmət eləsin. Allah Çingiz Mustafa'ya da rəhmət eləsin. Amin. Bütün dünyasını dəyişmiş. Gəl, indi səninlə eşidək. Dedin rep. Biz dünənləri zəng elədik Cahangirin anasına və söylədik, belə bir şey edə bilərikmi? Dedi, niyə də olmasın? Cahangirin özü ilə də danışdım. Dedi, zavur çox yaxşı olar. Dedim, lap yaxşı. Sual verdim. Çingiz Mustafayevi tanıyırsanmı? Çünki çox yaşı azdır, 9 yaşın olmalıdır, elə deyil mi? Çingiz Mustafayevi tanıyırsanmı? Nə cavab verdi, nə danışdı, istəyirəm özü desin, mən deməyəm. Mən Çingiz Mustafayevi həm Azərbaycan milli qəhrəmanı kimi, həm də jurnalist kimi tanıyıram. Eyni cavabı verdi mənə. Mən özüm təəccübləndim, dedim, sən bəs hardan tanıyırsan? Dedi, Zavur, mənim atam rep yazır, mən də onun sözlərini belə bilirəm, dedi. Sadəcə olaraq mən istədim Hüseyn Dəryanın ruhunu da şad edək, onun da deməsi səslənsin sonra Cahangirin. Yoxsa dedim, mən onu istəyirsən, başdan ayağa özüm deyim. İnşallah qismət olar, onu studiyada yazdırarsan və biz də səni Adanzaya verilişinə dəvət edərik və burada yenə də səsləndirərsən. Başqa bizə nə sözüm var? Həm də atamı Çingiz Mustafayevi çox bənzədirlər. Həm də mən. Sən səs tembri ilə, həm saç quruluşu ilə onu düzləyirsən. Bəli, mimika ilə də. Mimika, baxış tərzi ilə də. Sən bənzədirsənmi? Bəli. Çox sağ ol Cahangir, sənə də təşəkkürümü bildirirəm. Mən də sizə. Bir rəngarənglik qatdın Adanzaya verilişinə. Bəyəndi burada əyləşən tamaşaçılar. Bu alqışlar sənin ünvanınadır və gəl səninlə də sağollaşaq. Parla günəş, nurlu sabah, aydın zəma, aylı gecə, qəflət yuxusundan oyanmışdı ana vətənim təzəcə. Oyanmışdı bu vətən. Biz yalnız və yalnız sizə təşəkkürümüzü bildirə bilərik. Gəldiniz, danışdınız. Həm bax o zarafatı heç bir zaman eşitməmişdim. Məncə çoxu eşitməyib o zarafatı. Təşəkkürümü bildirirəm gəldiyinizə görə. Sağ olun. Çox sağ olun ki, əvvəla məni dəvət eləmişsiniz bu verilişə, amma əsas o deyil, əsas ümumiyyətcə Çingizi xatırlayan, Çingiz haqqında olan bu verilişləri təəssüf ki, təkcə ayiniz təşkil edir. Sanki elə bil ki, Çingiz təkcə ayinizin qəhrəmanıdır. Halbuki Çingiz bizim bütün Azərbaycanımızın milli qəhrəmanıdır. Çingizi xatırlamaq təkcə Çingiz üçün deyil, onun ruhu üçün deyil. Çingizi xatırlamaq daha çox bizim özümüz üçündür. Çünki Çingizi xatırladıqca biz saflaşırıq elə bil ki.
biz təmizlənirik elə bil ki, içərimizdən. Biz Çingizi xatırladıqca bu torpağı, bu toz torpağı, bu küləyi, bu dənizi və s. elə bil ki, daha çox sevməyə başlayırıq. Çingizi xatırladıqca biz bir-birimizə daha yaxşı isinişmək istəyirik. Elə bil ki, hamını doğma kimi görməyə başlayırıq. Ona görə də Çingizi çox xatırlamalıyıq ki, bəlkə biraz təmizlənək. Təşəkkürlər. Oyanıb bugün yuxuda tez tələsi xəbər aldım. İndi bura iki qonağımızı dəvət etmək istəyirəm. Adlarını söyləsəm, o iki insanın adını və soyadını söyləsəm, hamı təəccüblənəcək, amma çoxu tanıyır o insanları, tanınırlar, hətta sevilirlər. Bizim Adanzaya verilişində də dəfələrcə görmüsünüz birini və o birisi ilk dəfədir. Kim gəlir? Deyim mi? Ürəyiniz istəyən adamlardır. Və ümumiyyətcə o insanların adları çəkiləndə, soyadları çəkiləndə valla qəribə onların sənətini qoy bir kənara, adlarına və soyadlarına görə o insanları, o iki insanı daha çox insan sevməyə, çox istəməyə başlayır. Çingiz Mustafayevlər gəlir. İki Çingiz Mustafayev gəlir bura. Oyanıb bugün yuxuda tez tələsi xəbər aldım əziz anamdan. Dedim mama saat neçə? Dedi ki gəlin bura. Saçlarımızı artıq göstərmişik. Yox, dayan burada. Aranızda durun. Bir arzu tutun. 2 dənə arzu tuta bilərsən. 2 arzu. Həm adlara görə, həm də soyadlara görə. Həm də bürcümə görə. Həm bürcümə, həm məktəb. Bu gün Adanzaya verilişində elə bir fakt açıqlanacaq ki, mən o fakt ikimiz bərabər açıqlayacaq. Mən o faktdan özü belə şoka düşmüşdü, amma indi danışmayaq. 30 yaşımda şoka düşdüm. 30 yaşında bu insan bilib onu. O yaşananları. Neçə yaş var ki bunun? 31. Azər bilir bu. Azərə danışmışam bir dəfə. Aha, qoy mən bir dənə 2 dənə arzumu tutum sonra. Böyük arzudur nəsə. Amma maşın olanda həyata keçmir yəni. İşləmir. Gəl əyləşin. Sən Adanzaya verilişində olduğuna görə burada əyləş. Mənim bəxtim gətirdi. Mən bütün veriliş boyu o arzu tutacağam. Nə qədər istəyirsən də. Bizdə biz limitdir də bilirsən də. Limit yoxdur. Əziz, ümumiyyətlə xoş gəlmişsiniz. Birinci onu söyləyeyim. Xoş gördük sizi burada. İlk dəfə efirdə bu fakt açıqlanır. İstəyirəm hamı diqqətlə Çingiz Mustafayevə qulaq assın. Söhbətlə, indi mən danışmalıyam. DJ Çinə deyim, çünki biz yadındadır, maşın şovda ikimiz düşmüşdük. Sənin adı yazmışsa Çingiz Mustafayev, məni DJ Çinə yazdılar ki, cəmaat çaşbaş qalmaz. Çünki dövlət yol polisi mənə saxlayır, deyir ki, Çinə, sənin o mahnı var, xoşdur mənə, zor mahnı deyə. Mən də dayanıb fikirləşirəm, mən indi buna başı salsam ki, mən DJ-yəm, çox uzun çəkəcək. Onda yazar da. Dedim, çox super mahnı dedi, öpürəm səni, mindim çıxdım, uzaq. Sən maraqlısı... Ada soyada baxıb da, məni də safsaqlar ərdən, deyirsən o Yonika çalan oğlansan. Yonika, sən o aynəstəki oğlansan, Yonika çalırsan da. Biz maşın şovada olanda, deməli, axırdan birinci yeri mən tutdum, 16-cı yeri səhvələmirsə, birinci yerdə Çingiz çıxdı. Yəni ikimiz də birə çıxıb. Çox maraqlı kulminasiyadır, çox maraqlı. Maşın şovda 18 iştirakçı var idi. Birinci iştirakçı çıxdı Çingiz Mustafayev. Birinci oldu. Sonuncu qalib oldum mən. O da Çingiz Mustafayev. Buradan da Çingiz, buradan da Çingiz. Mən elə gəlmişdi, əlimi qoyan maşına və dedik ki, artıq siz ucuzdur və gedə bilərsiniz. Elə təzə əlim. Ya biz niyə o faktdır? Bugün demək Çingiz Mustafayevin, yəni Çingiz Fuadoğlu Mustafayevin doğum günündə... Məndə Fazil oğludur. F hərfi də düz gəlir. Elə indi o faktdan danışacaq. Bu fakt ilk dəfə açıqlanır Adanzaya verilişində. Buyur danış, diqqətlər Çingizə, DJ Çinəyə. Mənim demək olar bu söhbət 1-2 ilin söhbətidir də. Artıq 2 il tam olacaq. Çünki mənim bu il 32 yaşıma tam olacaq. Mənim 30 yaşım tam olanda atam zəng elədi mənə. Atam Peterdə qalır, mən bunu açıqlayayım, Bakıda qalmır. O hərbiçidir. Və bütün həyatını hərbiçiyə veribdir, bütün oxumağına və sualtı kapitan. Və
Bir dəfə zəng elədi ki, Çingiz, mən Bakıya gəlirəm. Məndən Bata, mən səni qarşılaya bilmərəm. Mən bir gün efirdəyəm, Günə Baxan verilişində. Bir gün Çingiz Mustafayevin doğum günüdür. Və biz doğum gününü qeyd edirik. Hər il Günə Baxan verilişdə. Bu verilişi əsr edirik onu. Bəli, bəli. Yox, doğum günü deyil, yalan deyirəm. Yalan deyirəm. Anım günü. Da. Anım günü, bəli. Həmən günündə, iyunda mı? İyunlu. Çünki iyun ayında Günə Baxan verilişi efirdədir. Siz bunu dəqiq. Çünki iyun ayında biz işləyirik, iyulda biz çıxırıq tətilə. Dedim, papa, mən gələ bilmərəm. Deyib, problem yoxdur. Biz sinif yoldaşlarımla aeroporta görüşüb, gedirik şəhidlər həyabından. Dedim, harı gezir? Deyib, şəhidlər həyabından. Dedim, mən də aynı istəyən qaraj düşərəm. Sonra yenə yığdım papaya, o artıq dostun nömrəsini yığmışdı. Dedim, papa, sən şəhidlər həyabından nəyə geyirsən ki? Deyib, bizim sinif yoldaşımız var, ona baş sağlıq. Bir gün onun vəfat olan günüdür və ona baş sağlıq verməliyəm. Ziyarət etməliyik. Ziyarət etməliyik və biz 30 il sonra bütün sinif yoldaşlarımız 70 neçənci illər məktəb qutarıblar onlar. Biz hamımız aeroporta yığışmışıq. Hamı bir yerdə hava limanında görüşürlər. Hər bir ölkəmizdə sinif yoldaşlarımız var da. Belə bir sinif yoldaşlar olur ki, hamımız yığışlar aeroportda deyil. Hava limanında. Hava limanında. Hava limanında. Kimsə Şveysariyadan gəldi, kimsə Ukraynadan gəldi, kimsə Moskvadan gəldi, kimsə Çukotkadan gəldi, Çukotkadan gələnlər də var idi. Kimsə Biləcərdən gəlir. O da kimsə Bakıda qalanlar da az deyildi. Papa qayıdıbdı ki, biz gedirik sinif yoldaşımıza baş sağlığa, ziyarətə. Mənim papa, bəs kimdir o? Deyir, Çinada Çingiz. Это мой одноклассник. Dedim, какой Çingiz? Onlar da Rus dilində deyim, çünki atam Rus, Peterdə böyüyüb. Dedi, Çingiz Mustafayev, это мой одноклассник. Dedim, sənin sinif yoldaşın? Deyir, hə. Yox, bəs sən niyə bunu indiyə kimi mənə deməsən? Yox, sən məndən soruşmursan ki, mən sən bunu deyim. Biz birinci məzunlarıdır. Naxçıvanski adına hərbi məktəb liseyinin birinci məzunları, ilk məzunları, ilk. Первый выпускники были мы, то есть Çingiz Mustafayev və mənim atam Fazil. Mən çox şoka döndüm. Deyir ki, niyə şokdasan? Yox, çünki mən bu insanla baxıb, stimul yaşayıb və bilmirəm də bu bir nömrəli DJ adına mən özümü layiq görmürəm. Amma bunu xalq deyir də, xalq seçib ki, çox adam mənə, Çina, sən bir nömrəsən, sən oturub fikirləşirəm. Deyirəm ki, deməli Çingiz Mustafayev 76-cı ildə ilk dəfə Azərbaycanda diskoteka yaranmışdı. Politexnik Universitetdə deyəsən də. İnşaat. Mən ola bilər səhvlər edirəm, Azər o səhvlər düzəldir. Çünki Azər Qarayev yeganə insan idi ki, çiyin-çiyinə işləyirdi Çingiz Mustafayevlə. Çiyin-çiyinə. Şəkillərdə də bu təsdiq var, həmən şəkillər məndə də var, bütün şəkillər var məndə. Çingiz Mustafayev, səni də bir daha salamlayırıq. Təşəkkürlər. Gördük, bu adı daşımaq doğrudan da çox böyük şərəfdir. Çox çətindir. Mən müsabiqələrimdə qalib olmuşdum. Çoxları deyir ki, bəs sən adın belədir, belə bir insan adını daşıyırsan, ona görə sənə asan oldu və s. və s. Əslində o qədər də asan deyil, çünki insan düşünəndə ki, bu adı insan zərər versə bu ada, yəni böyük bir məsuliyyət həqiqətən. Yəni istəmərəm ki, bu adı biraz aşağı salım, əksinə qaldırmaq istəyirəm və şükür Allah ki, 16 yaşımdandır, hələ ki bir səfər hərəkət eləməmişəm, yəni bu adı ləkə verəcək bir şey eləməmişəm. Yalnız qalib olmuşam müsabiqələrdə, başqa ölkələrdə. İndi isə istəyirəm Çingiz Mustafayev, şəhidlərin xatirəsinə bir mahnı əsr etmisən. Etmişdim bir yıldan öncə. Yəni sadə bir mahnıda gitarə ilə çəkdim, videoya qoydum YouTube-a və çox sevildi. Elə oldu deyəsən. Mənim sevdiyim vardı, mənim sevgilim vardı. Ama mən şəhid oldum, yerim gözəldir, təki ağlama. Canım, canım sevgilim, bağışla məni, səni tək qoydum. Vətən sağ olsun, vətən sağ olsun. Mənim
Çox deyiləcək sözlərim vardı, ürəyimdə qaldı. Mənim bir vətənim var, Azərbaycanım, doğma diyarım. Ana, mən şəhid oldum, yerim gözəldir, təki ağlama. Canım, canım sevgilim, bağışla məni, səni tək qoydum. Ana, mən şəhid oldum, yerim gözəldir, təki ağlama. Canım, canım sevgilim, bağışla məni, səni tək qoydum. Vətən, vətən sağ olsun. Vətən, vətən sağ olsun. Vətən, vətən sağ olsun. Vətən, vətən sağ olsun. Vətən sağ olsun. Doğrudan da vətən sağ olsun. Bu vətənə görə ölməyə dəyər, bu vətənə görə canından keçməyə dəyər. Çingiz Mustafayevlə bir tanışlıq olmadığını bilirəm. Amma Çingiz Mustafayevi bir 9 yaşlı Cahangir belə tanıyır. Mənə maraqlıdır. Namiq Qaraçuxurlu necə tanıyır? Xırda problemdən başlamaq istəyirəm. Ümumiyyətlə, hər kəsin vətən haqqında, vətəndaş haqqında fikri var. Və mənim düşüncəmcə, mənim fikrimcə tək Azərbaycanlı olmaq kifayət eləmir, eləcə də tək müasir insan olmaq kifayət eləmir, müasir Azərbaycanlı olmalıyıq. Və mən düşünürəm ki, Çingiz Mustafayev elə bir insan idi, yəni bu yolda bir nümunədir. Bugün Azərbaycanda gənclərimizin bəzilərində həddindən artıq müasirlik var və bu müasirliyə qapanıb vətənpərvərlikdən uzaqlaşmaq var. Hətta xalqımızın müəyyən faciələrində yuxarıdan aşağı baxmaq, müəyyən problemlər vaxtı sanki o problem ona təsir etməməyin göstərməklə müasirliyini bildirmək istəyirlər. Və yaxud da tərsinə, daha çox vətənpərvər olan insanların bəziləri müasir olmaqdan qorxurlar. Mən düşünürəm ki, Çingiz Mustafayev əsl mənim o arzuladığım, o təsvir etdiyim Azərbaycan vətəndaşı idi, müasir Azərbaycanlı idi. Baxın, burada biz onun qəhrəmanlıqlarını ümumiyyətlə çox eşitmişik. Bugün nə yaxşı ki, YouTube var və demək olar ki, mən hər həftə izləyirəm onun o sujetlərini, onun orada çıxışlarını filan. Və eyni zamanda burada Allah söhbət elədi, onun DJ fəaliyyəti, onun nə qədər yaradıcılığa bağlılığı və eyni zamanda, yəni deyirəm, hansısa komplekslə yanaşmır o məsələlərə. Yaradıcılıqla məşğuldur və yəni deyirəm, DJ-lik belə bir şeydir ki, o devirdə o qədər də dəbdə olan bir şey deyildi. İndi maşallah DJ-lərimiz çox olur. Əslində qınıyırdılar çoxları o zaman. Qınıyırdılar, hətta mən eşitmişəm, onu deyəsən, break oynamağı da vardı, o break rəqsləri. Rap oxumağı, break. O dövrlərdə qınıyırdılar və hətta sanki daha doğrusu o yolda da Çingiz bir yenilikçi olub, gəncləri çağırıb ki, qorxmayın, çəkinməyin, içinizdə olan o potensialı həyata keçirdim. Və mənim üçün sualımın cavabı olar ki, Çingiz Mustafayev mənim üçün arzuladığım Azərbaycan vətəndaşı idi və bizim ondan götürəcəyimiz ibrətlər çoxdur. Bugün, yəni 29 avqust Çingiz Mustafayevin 55 yaşı tamam olur. Mən bunu eşidəndə təəccübləndim. Çünki nəyə görə söyləyirəm? Çünki mən onu yalnız gördüyüm, yəni onun kadrlarını görmüşəm, gənc Çingiz Mustafayev kimi ağlımda, ürəyimdə həkk etmişəm. Yəni elə bilirəm o qocalmayıb. Dünənləri də onun doğmasının, açıqlamıram ələm kimliyini, görəndə dedim nə qədər oxşuyursan Çingiz Mustafayevə.
və o yaşadığı həyatdan danışdı, günlərini necə keçirdiyini danışdı. Hətta qoluna taxdığı saatı göstərdi mənə. Nəsə, çox danışmayayım. Ən yaxşısı gəlin monitorlara baxaq. Bircə onu söyləyə bilərəm ki, sonuncu dəfə o müsahibə verən şəxs Çingiz Mustafayevi 9 aylıq olanda görüb. Gəlin baxaq. London vaxtı ilə saat 20:00-dır və mən burada oturmuşam Zaurla. Bu saatı mənim nənəm vermişdi. Brasleti də məndədir. Bu da papanın brasletidir. Bu brasleti saatdan da çox istəyir. Ona görə ki, bu brasleti heç vaxtı heç yerə qoymurdu, heç vaxtı həmişə taxmışdı bu brasleti. O saata baxa bilərəmmi? Əlbəttə ki, əlbəttə ki. Saat, bilirsiniz, bu çox saatli saatdır. Bu belə də... Amma qiymətsizdir. Amma əlbəttə ki, qiymətsiz saatdır mənim üçün. Məktəbə gedəndə həmişə görəndə ki, məktəbdən sonra atalar, analar gəlib uşaqların məktəbdən götürəndə məndə həmişə anam idi. Anam həmişə deyir ki, mən anamdan soruşurdum və mənim atam hardadır. Ona görə ki, o vaxtı mən başa düşmürdüm bunu. Çox çətin idi əlbəttə ki, atasız böyümək çox çətin bir şeydir və mən bunu heç kimə arzulamıram. Hər gün istəyirəm atamı qucaqlamaq və atamı görmək və ondan söhbət aparmaq. Heyf ki, atam da bizlə deyir. Çətin vaxtlarda atam gəlir mənim yuxularıma və həmişə mənə kömək edir. Atamla indi belə düzgün deyim, diyaloqla danışmıram yuxularda. O mənlə danışır, mən cavab vermirəm. O mənə deyir ki, bunu belə eləmə, bunu belə eləmə. Mənim atam hər vaxt mənim ürəyimdədir. Ürəyimdə heç vaxt, heç yerə gedən insan deyil. Həmişə mənim ürəyimdədir və həmişə mənim tərəfimdə olacaq. Atamla fəxr edirəm. Mən atamın işini əlbəttə ki, davam etdirmək istəyirəm. Baxmayaraq ki, mən xaricdə yaşayıram neçə illərdə. Mənim fikrimdə də əlbəttə ki, qayıtmaq və Azərbaycanda iş görmək istədim. Əlbəttə ki, atamı təbrik edəmək. İndi burada olsaydı, yanında olsaydı, necə təbrik edərdin? Ata, səni təbrik edirəm. Əlbəttə ki, çox istəyərdim ki, ad günündə səni görüm və istəyərdim sənin yanında olum. Sən bizim yanımızda olsaydın, lap gözəl tədbir keçirdə bilərdik. Amma belə də həmişə bizim ürəyimizdəsən və bizim yanımızdasan. Mənim atamın çox məşhur cümləsi, heç kim və heç nə unudulmayacaq. Bu həmişə mənimlə idi, həmişə mənimlə də qalacaq. Biz gecə saatlarında Çingiz Mustafayevin oğlu Fuad Mustafayevdən internet vasitəsilə almışıq bu müsahibəni. Özü Londonda yaşayır. Orada yaşamasına baxmayaraq, bir zar mən harada söyləyirəm, adım Fuaddır, soyadım
Mustafayev, Çingiz Mustafayevin oğluyam. Amma yəni burada belə tanıyırlar onu. Çox yerlərdə, deyir, çox ölkələrdə olmuşam və çox ölkələrdə də tanıyırlar. Deyir, dostlarım bir hərəkət edir, mən o zaman edə bilmirəm. Çünki mən Çingiz Mustafayevin oğluyam. Bu yaxınlarda da qayıdacaq və mən istəyirəm o qaydanda biz yenə də bir çəkiliş edək və atası kimi tədbir, gənclər üçün tədbir təşkil etmək istəyir. Bizə də xoş olar o tədbiri, o əyləncəni çəkək və siz tamaşaçılara göstərək. Belə bir söz var da, bayaq da qeyd elədik bunu, şəhidlər ölmür. Ona görə mən elə düşünürəm ki, indi əgər elədirsə demək Çingiz Mustafayev ölməyib və bugün onun doğum günüdür. İstəyirəm söyləyəm ki, Çingiz Mustafayev ad günün mübarək, doğum gününü təbrik edirəm və bu alqışlar sizin olmalıdır. Bir daha hər birinizə təşəkkürümü bildirirəm. Natiq müəllim, istəyirəm bayaq o dediyimiz layihəni, o vətənpərvər ruhda olan layihəni burada Namiq Qaraçuxurlu ilə bərabər səsləndirək. İnşallah mən də təşəkkür edirəm ki, bizi bura layiq bilib dəvət eləmişsiniz həqiqətən. Namiq qardaşımıza çox təşəkkür edirəm ki, o cür mövzuya toxundu və sağ olsun bizdə o gözəl, o necə deyirlər, şəhidlərlə bağlı kompozisiyasını, orada ritmlərimizin, ifamızın olmağını istədi. Mən çox sevinirəm ki, orada bizimlə ağırların səsi var. Sözləri çox gözəldir. İnşallah bütün siz sağ, bütün şəhidlərimizə ithaf edirik. Allah hamısına rəhmət eləsin. Bəli, ifa səsləndirilməmişdən öncə istəyirəm deyəm, verilişimizin bitməyinə çox az qalıb, amma mən bu çəkiliş məkanında sağollaşmayacağam. Biz buradan durub Şəhidlər Xiyabanına gedəcəyik. Burada kim istəsə bizlə bərabər gedə bilər. İfadan sonra biz gedirik Şəhidlər Xiyabanına. Vətənin qədrini bil, bəslə məhəbbət vətənə. Vətənin qədrini bil, bəslə məhəbbət vətənə. İgid ol eylə vətən naminə xidmət vətənə. İgid ol eylə vətən naminə xidmət vətənə. Qoydu yanvar ayının hadisəsi öz izini, yazdı qanı ilə şəhidlərimiz azadlıq sözünü. Qəflətən qara bulud tutdu o gün göy üzünü. Gətirdi sanki həmən faciə zülmət vətənə. Gətirdi sanki həmən faciə zülmət vətənə. Vətənin qədrini bil, bəslə məhəbbət vətənə. İgid ol eylə vətən naminə xidmət vətənə. Vətənin hər yanına sancılacaq bayrağımız. Qoymarıq yadlara qismət ola cənnət bağımız. Bir zaman birləşəcək parçalanan torpağımız. Bu rəvadırmı ki qalsın vətən əzrət vətənə. Bu rəvadırmı ki qalsın vətən əzrət vətənə. Vətənin qədrini bil, bəslə məhəbbət vətənə. İgid ol eylə vətən naminə xidmət vətənə. Vətənin qədrini bil, bəslə məhəbbət vətənə. İgid ol eylə vətən naminə xidmət vətənə. Qoymarıq heç vaxtı vətən bölünsün, dərdli ürəklərdən adı silinsin. Əqidəmiz, amalımız bir olsun, daimi
həmrəyliyimiz bilinsin, əqidəmiz, amalımız bir olsun, daimi həmrəyliyimiz bilinsin. Qələbə əzmi ilə gəz cahanın hər tərəfin, aləmin lərziyə sal qoy uğur olsun hədəfin. Qoru hər sahədə sən ölkəmizin şan şərəfin, qalib olmaqla gətir hər dəfə şöhrət vətənə, qalib olmaqla gətir hər dəfə şöhrət vətənə. Vətənin qədrini bil, bəslə məhəbbət vətənə, igid ol eylə vətən naminə xidmət vətənə. Qiyməti torpağımızın, misilsizdir sərvəti torpağımızın, Tanrı bizə bəxş edib bu varlığı, müqəddəsdir neyməti torpağımızın. Var qədri qiyməti torpağımızın, misilsizdir sərvəti torpağımızın, Tanrı bizə bəxş edib bu varlığı, müqəddəsdir neyməti torpağımızın. Yaşıl əlvan giyinir dağ dərə gəldikdə bahar, havası xoş, suyu şəffaf, nə gözəldir bu diyar. Yeganə Azərbaycandır, 9 iqlimi var, Tanrı etmiş bu gözəllikləri qismət vətənə, Tanrı etmiş bu gözəllikləri qismət vətənə. Vətənin qədrini bil, bəslə məhəbbət vətənə, igid ol eylə vətən naminə xidmət vətənə. Çindən başlayan həyat, hərblə başlayan qeyrət, uzun saç, bəyaz xələt həyatımı dəyişdi. Ürəkdən gələn səslər, tibbi müayinələr, musiqi, yeni rəqslər sümüyümə düşdü. Ateş alova döndü, o duzaqdan göründü. Tez yanan çok tez söndü, istimene yetişti. Çin 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 oldu arzum yukarım. Çin 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 oldu yolum duygularım. Çin 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 oldu arzum yukarım. Savaş yeri, qan yeri, torpağın matəm yeri. Ərlər qalxdı geri, dünyalar dəyişdi. Görsəydim o zəfəri, dərd çəkən daş nəfəri, verərdim ehsanların bəlkə ağrı düşdü. Vaxt gəldi, anladılar, qutulara saldılar, daşa yer. 29 avqust Azərbaycanın milli qəhrəmanı Çingiz Mustafayevin doğum günüdür və biz də orada əyləşən tamaşaçılar və onun ən yaxın dostu
Azər müəllimlə bərabər gəlmişik Çingiz Mustafayevin dəfn olduğu Şəhidlər Xiyabanına və buradan söyləyirik. Çingiz Mustafayev, doğum günün mübarək. Vazgeçti, bugün dünenki geçti. Tane bana yar seçti, çatmadım görüşenleri. Fikir verdim yaşıma, geciktim kül başıma. Şekli koydum karşıma, renklere katıldım ben. Ulduzsuz geyik karalır, mətbəx yuxu daralır, yollar kinə aparır, bu yol yolcusuyam mən. Çin, 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 çin oldu arzum yuxularım. Çin, 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 çin oldu yuxularım. Çin, 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 çin oldu arzum yuxularım. Çin, 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 çin oldu yuxularım. Bugünlük bu qədər. Gələn həftə görüşənədək deyib sizdən sağollaşırım. Çıkın adam yerine, çıkın sağında.